lütfü və inayəti, mübarək cümə gününün huzuru və bərəkəti hər birinizin üzərinizə olsun. İnşallah ki, bugünkü xütbəmizin mövzusu Peyğəmbərlik məqamından sonra ikinci yerə gələn şəhidlərin mübarək məqamı haqqında olacaqdır. Əziz qardaşlar, Quran-ı Kərimdə Ali İmran surəsi 169-cu ayəsində Uca Rəbbimiz belə buyurur. Deyir, Allah yolunda qətl edilənləri ölülər zənn etməyin. Onlar Rəbbinin qatında diridirlər və ruziləndirilirlər, yəni ruzi ilə təmin olunurlar. Əziz qardaşlar, bu ayət kərimənin təfsirinə baxdığımız zaman biz Allah yolunda şəhid olan kimsələrin əslində ölmədiklərinə şahid oluruq. Yəni, bir insan Allah yolunda şəhidlik zirvəsini ucalırsa, bu kəs dinimizə görə ölmüş bir kimsə hökmündə olmaz. O, hal-hazırda Rəbbimizin qatında ruziləndirilən bir mömin kimi qarşımıza çıxmaqdadır. Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədis şərifində buyurur ki, əgər deyir, bir insan şəhid olarsa, o, Allah qatında 6 şey ilə mükafatlandırırlar. Birincisi odur ki, deyir, qanı axmağa başladığı andan etibarən qul haqqı xaricində olan bütün günahları həmin adamın bağışlanar. İkincisi isə bir insan şəhidlik məqamını ucalarkən şəhid olduğu anda deyir, ona cənnətdəki yeri göstərirlər. Yəni, biz bugün şəhid deyirik, əslində şəhid ifadəsi şahid olmaq sözündən gəlməkdədir. Bunu ona görə biz şəhid adlandırırıq ki, onlar vurulduqları anda cənnətdəki məqamına şahid olduqlarına görə biz bu kimsələri şəhid olaraq adlandırırıq. Yəni, şəhid sözünün kökü də şahid olmaq mənasından gəlməkdədir. Bir digər məsələ Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, şəhidlər qəbir əzabından qorunarlar və cəhənnəm atəşindən də həmçinin mühafizə olunarlar. Və sonuncu, 6-cı mükafat isə onlar deyir, iman libası ilə bəzədilərək o şəkildə Allah Taala'nın huzuruna çıxarlarlar. Və əziz qardaşlar, o ayət kəriməyə, bu hədis şərifə baxdığımız zaman ona görə də biz də ona diqqət etməliyik ki, Allah yolunda şəhid olan adamları heç vaxt ölülər deyə müraciət etməməyimiz lazımdır. Onları hər zaman Allah qatında bilməli, Uca Rəbbimizin onları mükafatlandırdığının bir bilinci altında yaşamağımız lazımdır. Şəhid olan kimsələr də əslində onlar özlərini də ölü olaraq əsla görməzlər deyirlər. Və baxdığımız zaman əziz qardaşlar, Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədis şərifi vardır. Deyir ki, cənnətə düşən bir insan, bir mömin heç vaxt deyir, dünyaya qayıtmaq istəməz. Yəni, cənnətə gedən bir kimsəyə bütün dünyaları versələr, o təkrar geri qayıtmaq istəməz. Yeganə deyir, şəhidlərdir ki, onlar təkrar geri qayıdıb, dəfələrlə şəhid olaraq bu şəkildə Allah huzuruna getmək istəyərlər. Bunun da səbəbini soruşanda Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, deyir, şəhidləri Allah Taala o qədər gözəl qarşılayır ki, şəhid olduğu məqamda onlar dəfələrlə bu şəkildə qarşılanmağı Allah tərəfindən arzu edərlər şəklində bir hədis şərif də vardır, əziz qardaşlar. Və bir digər məsələ ondadır ki, bir dəfəsində Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşurlar ki, ya Rasulallah, Allah qatında ən üstün məqam, ən üstün dərəcə nədir deyə soruşduqda, Peyğəmbər sallallahu aleyhi və səlləm cavab verir ki, Allah qatında ən üstün əməl, Allah qatında cihad eləyən, Allah yolunda cihad eləyən bir mömin kəsdir ki, bu Allah qatında ən fəzilətli əməli işləmiş sayılmaqdadır. Bir digər hədis şərifdə qeyd olunur ki, deyir, 3 qrup insan vardır ki, onlara Allah Taala'nın izni ilə yaxınlarına, qohumlarına, tanışlarına şəfaət etmək haqqı veriləcəkdir. Təbii ki, Allahın izin verdiyi kimsələrə. Bunlar deyir, peyğəmbərlərdir, alimlərdir və şəhidlərdir ki, Allahın izni ilə müəyyən insanları özləri ilə bərabər cənnətə aparmaq səlahiyyətinə sahib olacaqlardır, deyir. Və əziz qardaşlar, baxdığımız zaman Peyğəmbər s.ə.v bir başqa hədis şərifi vardır. O buyurur ki, deyir, bir insan əgər şəhid olarsa, o heç vaxt deyir, ölüm acısını hiss eləməz. Necə ki, bugün biz müəyyən insanlar dünyasını dəyişəndə ən ağır işlərdən birinin də ruhunu tapşırmaq olduğunu deyiriksə, Peyğəmbər s.ə.v buyurur ki, şəhidlik məqamını ucalan kimsələr heç vaxt deyir, o ağrı, acı hissini hiss eləməzlər. Necə ki, deyir, sizi bir qarışqa dişləyərkən necə bir acı hiss edirsinizsə, şəhid olan insanlar da o qədər az bir acı ilə Allahın huzuruna şərəfli bir şəkildə gedərlər, deyir. Və əziz qardaşlar, bir digər hədis şərifdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, 3 qrup şəhid vardır, deyir. Birinci qrup
həm dünyavi, həm də uxravi şəhiddir. Yəni bizim bildiyimiz döyüşdə qəhrəmancasına vuruşaraq vətənini, dövlətini qoruyan bir kimsədir ki, şəhidlik məqamını ucalır. Bu həm dünyada şəhid qəbul olunur, həm də axirətdə şəhid qəbul olunur. Yəni biz onları dünyada yumuruq, kəfənləmirik, bu şəkildə dəfn edirik, yəni biz şəhid olaraq görürük. Axirətdə də o şəhidlərə verilən mükafatlardan yararlana bilir. Bir də ikinci qrup şəhidlər vardır. Bunlar dünyada şəhid olaraq görülmürlər, amma axirətdə şəhid qarşılığını alırlar. Bunlar kimlərdir? Deyir, əgər bir insan dininin haqqını verərsə, zəlzələ zamanı uçqun altında qalanlar, yanğın zamanı dünyasını dəyişənlər, daha sonra suda boğulma nəticəsində vəfat edən kimsələr, bir başqa hədisdə keçir, doğum sancısı ilə dünyasını dəyişən valideynlər, analar, xərçəngdir, ilandır, sancması ilə vəfat edənlər, halal qazanc qazanarkən iş qəzasında dünyasını dəyişənlər, qürbət elində vəfat edən kimsələr. Yəni, dolayısıyla bunlar da deyir, əslində bir baxma, əgər mömin kimsələrdirsə, Allaha iman gətirilmişdirlərsə, onlar da şəhid sayılırlar, amma dünyada yuyulurlar, kəfənlənirlər, axirətdə isə Allah qatında bir şəhid olaraq deyir, onlar çıxmış olurlar. Görün, Rəbbimiz nə qədər mərhəmətlidir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bir hədis şərifində buyurur ki, deyir, ümmətimin fəsada uğradığı bir dövrdə, yəni günahların çoxaldığı bir dövrdə kim mənim deyir, sünnətimə bərk-bərk yapışarsa, o adam deyir, bir şəhid savabı qazanmış olar deyə Peyğəmbər sallallahu əleyhi və səlləm bildirməkdədir. Yəni, məsələn, biz bu günümüzdə nə edirik? Şikayət edirik ki, bu qədər günah var, bu günahların içində mən necə imanımı qoruyub saxlaya bilim deyə şikayət edirik. Amma bir də biz burada şükür eləməliyik ki, Allah Teala bizi məhz bu zamanda, yəni günahların çox olduğu bir vaxtda yaradıb ki, daha çox savab qazanma imkanımız, fürsətimiz olsun. Yəni, necə ki, qaranlıqda bir şam yandırdığımız zaman o necə ətrafa bir işıq saçırsa, bugünün mömini də günah kirlərinin olduğu bir mühitdə o şəkildə Allah qatında parıldayan bir kimsə kimi görülməkdədir, əziz qardaşlar. Və üçüncü qrup şəhid kimlərdir? Bunlar, üçüncü qrup şəhidlər isə bizim şəhid kimi gördüyümüz, amma əslində şəhid olmayan kimsələrdir. Peyğəmbər s.ə.v buyurur ki, məsələn, elə insanlar vardır ki, vətənini sevmir, millətini sevmir, torpağını sevmir. Bu şəxslər məcbur şəkildə düşmən tərəfindən öldürülür. Bunlar kimdir? Artıq bunlar şəhid hökmündə olmayan kəslər qrupuna da daxil edilir, əziz qardaşlar. Və bir digər məsələ vardır ki, həqiqətən baxdığımız zaman biz tarixə nəzər yetiririk. Görürük ki, müharibələr çox şiddətli olur, müharibələr bəzən uzun müddət davam eləyir. Məsələn, Fransa-İngiltərə müharibəsi olmuşdur 1300-1400-cü illərdə, 100 il bu müharibə davam etmişdi. Məsələn, bu yaxınlarda Rusiya ilə Ukrayna müharibəsi 3 ildir artıq davam eləyir, fasiləsiz bir şəkildə. Hər gün insanlar dünyasını dəyişir, ölür, filan yerlər bombalanır, nə bilim, müharibə davam edir. Amma şükürlər olsun ki, Allah Teala'ya sonsuz şükürlər olsun ki, bizə həmin zəfəri qazanmaq üçün 44 günlük qısa bir müddət ərzində biz nə elədik? O müharibəni qazana bildik. Bunu Allah Teala bizə lütf elədi, əziz qardaşlar. Yəni, burada təbii ki, bir növbədə bizim Cənab Prezidentimizin uğurlu siyasəti olsun, mərd igid oğullarımızın qəhrəmanlıqları olsun, bunlar da ön planda olan məsələlərdən biri kimi qarşımıza çıxmaqdadır. Və ən əsası da Allah Teala'nın bizə orada bir nemətidir ki, Uca Rəbbimiz bu qısa müddətdə bizə bu məsələdə köməklik göstərdi. Allaha sonsuz şükürlər olsun, əziz qardaşlar. Və həqiqətən də baxdığımız zaman 27 sentyabr məsələn nə günüdür? Bizim bu vətən müharibəsində şəhidlik məqamını ucalan qəhrəman soydaşlarımızın anım günü olaraq qeyd olunmaqdadır. Və baxdığımız zaman bu vətən müharibəsində 3000-ə yaxın biz şəhid vermişik. Həqiqətən onları unutmaq olmaz. 3000-ə yaxın şəhid az adam deyildir. Bunlar hamısı nə üçün canlarından keçiblər? Biz burada rahat bir şəkildə gəzək, rahat bir şəkildə yaşamımızı davam etdirək deyə onlar canlarını Allah uğrunda fəta vermişdilər. Və baxdığımız zaman onu da qeyd edək ki, həqiqətən bir müdrik ifadədə nə qeyd olunur? Orada deyilir ki, deyir, vətən torpağı deyir, əgər bir torpaq su ilə qarışarsa, o palçıq olar, amma qanla qarışanda nə olur? Vətən adını qazanmış olur. Bizim bugün vətənimiz də əbəs yerə, yəni yaranmamışdır. Təbii ki, bu vətənin hər torpağında, hər qarışında şəhid qanunun olduğunu görürük. Ona görə biz hər zaman şəhidlərimizi yad eləməyimiz lazımdır və Allaha dua eləməyimiz lazımdır ki, Uca Rəbbimiz şəhidlərimizin məqamını ucaltsın. Allah Teala qazilərimizə şəfalar versin. Döyüşlərimizdə minlərlə qazilərimiz olmuşdu.
Allah Teala vətənimizi, dövlətimizi, millətimizi düşmənin şərrindən, fitnəsindən də mühafizə eləsin inşallah. Hələ in əhsənəl kəlam və əbləğən